Gününüz uğurlu olsun değerli izleyicilerim. Hoş gördük sizleri. Bugün asan ve tez başa gelen xırçıltılı alça turşusu hazırlayacağım. Bunu necə hazırlayacağım? Eğer bu sizə də maraqlıdırsa, buyurun izləyək. İlk öncə nə edirəm? Alçaları təmiz yuyuram. Qeyd edim ki, alçalar Göyçə alçasıdır. Bu dəfə alıb hazırladım. Həmişə rayondan gələni hazırlayırdım. Bu dəfə onu gözləmədim. Düzdür, rayondan gələni də hazırlayacağım. Tez olsun deyə Göyçə alçası alıb bağladım. Bilməyənlər varsa baxsın. İnanın ki, bu üsulla illərdir bağlayıram. Həm xırçıltılı qalır, həm dadlı olur. Öz həyətimdən tam təbii, təzə nanələrimdən də yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Alça turşumuza nə əlavə edirəm? Qara dənəvər istiot, hər bankamıza bir diş sarımsaq. Siz istəsəz sarımsağı artıra da bilərsiniz. Və hər bankamıza bir qanat nanə əlavə edirəm. Siz istəsəz dəfnə yarpağı da əlavə edə bilərsiniz. Mən bu formada tuturam alça turşusunu. İllərdir ki, bu formada, bu qaydada hazırlayıram. Dediyim kimi, asan və tez başa gələn artıq alçalarımızı da bankalara yığıram. Alçanın böyüklüyünü görürsünüz. Arada belə də olur, yeməmək mümkün deyil. Və hər bankamıza bir yemək qaşığı duz əlavə edirəm. Qeyd edim ki, duz turşu duzudur, yodsuz duzdur. Və hər bankamıza 2 diş qənd əlavə edirəm. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Və hər bankamıza bir çay qaşığı uksus əlavə edirəm. Hər il sirkə ilə bağlayırdım. Bu dəfə uksusla bağlayıram. Və ağızlarını bərk-bərk bağlayıram. Qapaq da təzə olmalıdır ki, hava çəkməsin. Və bu formada qarışdırıram ki, suyu, duzu, şəkəri yaxşı qarışsın və bunları bir neçə saat isti ədyal altında saxlayıram ki, həm rəngi dəyişsin, həm də özünə gəlsin. Bu alça turşusu keçən ildən qalıb, rayondan gəlmişdi, xırda alçaydı. Bunu bağlamışdım. Bunu sizlərə ona görə göstərirəm ki, necə bərk qaldığını görəsiz. Həm də çox dadlıdır. Artıq alça turşumuz hazır oldu. Üzərini bu formada bağlayıram. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Əgər paylaşdığım videolar kimlərəsə fayda olursa, videomu izləyərkən bəyənməyi unutmayın. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.